Şah Abbas məscidi və ya Gəncə şəhərində yerləşən Cümə məscidi. Məscid 1606-cı ildə Səfəvi hökmdarı 1-ci Şah Abbasın fərmanı ilə Şeyx Bahəddin layihəsi əsasında tikilmişdir. 2 minarə və 1 günbəzdən ibarət. Bu hissəni isə insanlar namazın vaxtını təyin eləmək üçün kölgə və günəşdən istifadə edirdilər. Vaxtilə bura şəhərin bir kompleksi idi. Yəni Şah Abbas məscidi, hamam, karvansaray, mədrəsə hamısı bir-birinə yaxın idi. Hətta yeraltı tunellər də hər birinə gedirdi. Elə Rus ordusu şəhərə daxil olarkən minarələrdən birini top atəşinə tutur, amma yenidən onu düzəldirlər. Məscidin içində yerləşən minbər də qeyri-adi minbərdir. Bərk palıd ağacından, xüsusi ornamentlərlə və minbərin tikilməsində heç bir dənə mismar istifadə olunmuyordu. İçəridə namaz qılanlar var deyə, içəridən tam olaraq videonu çəkəmədim, amma məscidin akustikasından da biraz danışmaq istəyirəm. Şeyx Bahəddin amili hər dəfə dediyim kimi mənim üçün bir fantastik memar olubdu və akustikanı elə yaradıbdı ki, məscidin harasından olursa olsun, içində sakit belə danışsan, hər yerdə eyni səs eşidilir. Sizə bir dənə də fakt gətirim. O da zəlzələlərlə bağlı. Bu məscid 11-12 zəlzələyə dözən bir məsciddir. Qalanını özünüz fikirləşin.